Salam, bu dəfəki izahımız 9-cu sinif ədəbiyyat dərsliyindən Abdullah Şaiqin Ana-bacı əsəri ilə bağlı olacaq. Abdullah Şaiq haqqında qısa bir məlumat verim. Kimdir Abdullah Şaiq? Abdullah Şaiq Talıbzadə 20-ci əsrin əvvəlində yaşayıb yaratmışdır. O, həm də uşaq ədəbiyyatının əsas qurucularından sayılır. Abdullah Şaiq həm də müəllimliklə məşğul olub. Sonra çoxlu dərs vəsaiti yazıb. Nəticədə milli təhsilimizin inkişafına çox böyük töhfə verib deyə bilərik. Ən məşhur əsəri kimidir elə onun Tıq-tıq xanımını göstərmək olar. Baxaq suallarımıza. Yada salın. Şərəf və ləyaqətini uca tutan hansı ədəbi qəhrəmanlarla tanışsınız? Aşağı siniflərdə keçdiyimiz, məsələn, 5-ci sinifdə Firuzə Qaşlı Xəncər var. 8-ci sinifdə ana əsəri keçmişsiniz. Daha sonra Sultan Səncər və Qarı. Buradakı baş qəhrəmanları necə şərəf və ləyaqətə sahib olduqları yəqin ki, yadınızdadır. Onların hansı davranış əməlləri sizin üçün daha dəyərlidir? Burada nə deyə bilərik? Yəni, götürək məsələn Sultan Səncər və Qarı. Sultan Səncərə qarşı Qarı necə müdafiə eləyirdi özünü, öz şərəfini, mənliyini daha yüksəkdə tuturdu. Yəni, baxmayaraq ki, o şahın qarşısında çıxış eləyirdi, ancaq heç nədən çəkinmədən öz haqqını tələb etməyi bacarırdı demək olar ki. Düşünün, şərəf ləyaqətini qorumaq üçün insanda hansı keyfiyyətlər olmalıdır? Hansı keyfiyyətlər ola bilər? Dürüstlük deyə bilərik, ola bilər, qürur ola bilər, özünə inam, ədalət hissi. Yəni, bunları deyə bilərik. Daha sonra oxuda aydınlaşdırın. Burada bədii təsvir ifadə vasitələri. Ona baxarıq. Mətn daxili suallara baxaq. Bədii təsvir ifadə vasitələri də belə gözümə dəydikcə deyəcəm. Məsələn, yanıqlı bir səs burada epitet işlənib. Sonra mətn daxili suallarımızda deyir ki, yazıcının əhvalatı danışanın sarsılmasına səbəb sizcə nədir? Yazıcının əhvalatı danışanın sarsılmasına sizcə səbəb nədir? Səbəb nə ola bilər? Ana-bacının səsi, görkəmi onu sarsıdır deyə bilərik. Çünki onun kasıb görünüşü var idi. O da yazıcının qəlbinə toxunmuşdu deyə bilərik. Yaşlı qadın haqqında sizdə hansı təsəvvür yarandı? Ana-bacı məndə mərd, zəhmətkeş, xeyirxah bir insan təsəvvürü yaratdı deyə bilərəm. Təsəvvürü yaratdı. Sonra qadının səsindəki, simasındakı dəyişikliyin səbəbini necə izah edərsiniz? Necə izah edərik? Burada deyə bilərik ki, o fəxrlə deyirdi. Yəni, onun necə fəxrlə öz oğlu olduğunu deməsinin şahidi oluruq. Sonra burada var, üzü bulud kimi qaraldı. Təsvir vasitəsi kimi bunu təşbeh götürə bilərik. Ruhunu sızladan həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan kağız parçası ifadəsini necə başa düşürsünüz? Bu ifadə ərizəyə aiddir. Ərizə sadəcə bir kağız parçası deyildi. O, ana-bacının çəkdiyi böyük dərdi, onun qəlb ağrısını, onu hətta tam ifadə edə bilmir. O mənada demək istəyir ki, tərcüman olmayan. Sonra kar və dilsiz mühit deməklə yazıcı hansı niyyətini ifadə etmişdir? Kar və dilsiz mühit bu özü də elə epitet deyə bilərik. Yazıcı xalqın dərdinə, kasıbların çəkdiyi istirablara
biganə qalmayıb deyə bilərik. Sanki eşitməyən, danışmayan cəmiyyəti nəzərdə tutub burada. Sonra söhbətin belə məzmun almasının səbəbini nədə görürsünüz? Burada dialoqda nədən danışılır? Naçalniki soruşur, naçalniki tanıyırsan. Yəni nənə neçə naçalnik var, hansı naçalnikə verilməlidir, ondan xəbərsizdir. Yəni deyə bilərik ki, anabacı savadsız idi, dövlət işlərindən ona görə də xəbəri yox idi, naçalniki tanımırdı. Sonra ruhun ən incə tellərinə toxundum cümləsində ifadə olmuş fikri necə başa düşürsünüz? Yazıcı, yəni anabacının qəlbinə çox dərindən təsir etmişdi deyə bilərik. Onun dərdini anladığını, halına şərik olduğunu göstərirdi. Yəni ona görə deyirdi. Sonra bu dialoq anabacı nənə haqqında təsəvvüründə nə əlavə etdi? Yenə burada naçalniki soruşur. Yəni qısası deyə bilərik ki, anabacının başı öz yoxsul həyatına o qədər qarışmışdı ki, o problemlərinə o qədər qarışmışdı ki, divan-dərədən xəbəri yox idi. Yəni kimin hansı işlə məşğul olduğundan xəbəri yox idi deyə bilərik. Sonra otağın ata-babanın təsviri onların həyatı, məişəti barədə hansı təsəvvür yaradır? Yəni otağın ata-babanın təsviri onların necə kasıb, ağır həyat sürdüyünü göstərir deyə bilərik. Sonra anabacının sadə bir məsələni anlada bilməməsinin səbəbini nədə görürsünüz? Anabacı sadə bir məsələni anlada bilmirdi, çünki o savadsız idi. Yəni savadsızlıqdan irəli gələn bir çətinlik idi deyə bilərik. Əhvalatı danışan anabacının unuda bilməməsinin səbəbi sizcə nə idi? Yazıcının onu unuda bilməsinin səbəbini qadının ağır, yəni taleyi ilə əlaqələndirmək olar. Onun həmçinin anabacının insani keyfiyyətləri ilə, böyük insani keyfiyyətlər sahibi olması bunu da göstərə bilərik. Mətn daxil suallarımız bitdi. Keçək məzmun üzrə işə. Burada izaha ehtiyacı olan hissələri deyəcəm. Mətnin 3-cü parçasına aid suallar tərtib edin. Belə bağışlayın, biraz xəstələnmişik deyəsən. Hadisədən nə qədər vaxt keçmişdi? Yəni birinci sualımız belə ola bilər. Sonra anabacı ona kömək etmiş. Adama necə minnətdarlıq edir? İkinci sualımız bu olar. Üçüncü sualda yaza bilərik ki, yoxsul olsam da qəlbim geniş, ruhum ucadır, fikri kimə aiddir? Yəni bura diqqətli fikir verin uşaqlar, çünki bu testlərə düşən bir hissədir. Əslində bu fikir müəllifin özünə aiddir, anabacının öz dilindən deyilmiş söz deyil. Dördüncü sualda yaza bilərik ki, siz əsərin qəhrəman yerinə olsaydınız, anabacıya necə kömək edərdiniz? Sonra da 5-ci sualda deyir ki, əsərdə seçdiyiniz hissəyə ad verin. Ad nə yaza bilərik? Ad yazsaq. Burada var 4-cü sualda deyir, çıxardığınız nəticələr təqdimatlar əsasında müzakirə edin. Bunu deyək ki, əsərdə müəllif anabacının sadə, səmimi, təmiz qəlbini oxucuya böyük sevgi ilə təqdim edir. Ad verməyə də məsələn girişə deyə bilərik ki, yazıcının anabacı ilə təsadüfi görüşü, əsas hissəyə deyə bilərik ki, anabacının dərdini danışması. Sonra deyə bilərik ki, evin, ata-babanın ağır vəziyyətinin təsviri. Nəticəyə deyə bilərik ki, anabacının saf qəlbinin yazıcının yaddaşında qalması, yəni bu formada yaza bilərik. Evdə işə nə yaza bilərik? Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın. Hekayə məndə hansı təəssürat yaratdı? Yaza bilərik ki, məsələn, mən hekayədə kasıb, amma ləyaqətli bir qadının obrazını gördüm. Anabacı mənə göstərdi ki,
İnsanın ən böyük var-dövləti onun şərəfidir, mərhəməti, təmiz qəlbidir. Onun çətinliklərə dözməsi, oğluna sahib çıxması, ümidini itirməməsi məni çox düşündürdü. Yəni bu formada yazmaq olar. Sonra ana-bacı obrazı hansı cəhətlərinə görə diqqətimi cəlb etdi? Ana-bacı obrazı mənim üçün sadə qadından, yəni daha çox xalqımızın mənəvi gücünü, anaların fədakarlığını, saflığını əks etdirən bir simvol oldu deyə bilərəm. Bu obraz mənə göstərdi ki, insanın böyüklüyü var-dövlətdə deyil, onun qəlbinin zənginliyindədir. Yəni, bu formada yazmaq olar. Təhlil üzrə işdə, baxaq burada izahı olan, ehtiyacı olan hissələr. Araşdırın, fikirləşin, cavab verin. Burada əsərin mövzusu. Əsərin mövzusunu yaza bilərik. Ana-bacının ağır həyatı, ailəsinə bağlılığı, mərhəməti, şərəf ləyaqətini qorumaq uğrunda mübarizəsi. Bunları götürmək olar. Əsərdə diqqətə çatdırılan başlıca problem nədir? Əsərdə qaldırılan başlıca problem sadə insanların ağır həyatı, qadınların savadsızlığı, bu vəziyyətə biganə qalan cəmiyyətin təsviri. Çünki biganə qalmasaydı, cəmiyyətin biganə qalması olmasaydı, ana-bacı ilk qarşısına çıxan adamlara müraciət eləməzdi. Əsərdə daha sonra problemin həllini yazıcı nədə görür? Problemin həllini onda görür deyə bilərik ki, yəni əsasən qadınların savadlı olması, maarifləndirilməsi, yəni bunu istəyirdi deyə bilərik. Problemin həlli barədə nə düşünürsünüz? Yəni biz də müəlliflə razıyıq təbii ki, qadınların yəni təhsil alması daha vacibdir deyirik. Sonra ana-bacı obrazını səciyyələndirin, cədvəldən istifadə edin. Onun xarakterindəki başlıca cəhətlər nə deyə bilərik? O yəni savadsız olsa da, ancaq yenə də fədakar idi, ailəsinə bağlı idi, şərəfini, ləyaqətini uca tutmağa çalışırdı. Müəllif bu obraz haqqında mühakiməsi ancaq onunla bağlı ola bilər ki, yəni onun yetərincə dünya görüşünün savadının olmaması, yəni buna əsas mühakimə edir deyə bilərik. Çünki adi bir ərizə məsələsini belə necə yazılmasını çatdıra bilməmişdi. Sizin ona münasibətdəki, yəni bacı hər nə qədər təhsilsiz olsa da, yenə hər yola əl atıb, belə deyək, əlindən gələni edir ki, ailəsinin köməyində dursun və sonda da nail olur buna. Dördüncü fikirdə nə deyir? Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Müəllifi, yəni onu deyə bilərik ki, gördüyü yəni insandan necə təsirlənir, ana-bacıdan çox təsirlənmişdi. Və o yazıçının özü də əsas önəmi, yəni var-dövlətdə yox, var-dövlətdə insan daxili aləmində görürdü. Əsərin bədii təsir gücünü hansı vasitələrlə artırılmışdı? Cədvəldən istifadə edin. Bədii təsir gücünü artıran vasitələr. Burada bayaq dedik bir ikisini. Yenə də baxaq. Görək bədii ifadə vasitələrindən hansılar var. İbtidi dedik, təşbih var idi dedik. Əsər uzun olduğu üçün burada bədii ifadə vasitələrinə də baxmaq lazımdır. Çünki yəqin ki olmamış olmaz. Sonra baxaq. Ana-bacının üzü gül kimi açıldı. Burada var.
təşbeh nümunəsi var deyə bilərik. Yaralanmış, yəni zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, burada da var. Təşbeh var. Sonra gördüklərim hələ ki bu qədərdir. Sonra baxaq. Əsərdəki başlıca fikir, ideya sizcə nədir? Başlıca fikirdə, yəni bayaq dediyimiz kimi, ana-bacının fədakarlığı, yazıçının ona mərhəməti və sonda ana-bacının necə şərəf ləyaqətini müdafiə etməsi. Bu da hansı hərəkətində özünü göstərir. Yəni o corab toxuyub gətirir. Onun qarşılığında yazıçı ona hansısa məbləğ təklif edir, ancaq onu qəbul eləmir. Evdə iş. Müxtəlif mənbələrdən topladığınız məlumat əsasında hekayənin yazıldığı dövr haqqında təsəvvür mövzusunda təqdimat hazırlayın. Hekayənin yazıldığı dövr hansı dövrdür? 20-ci əsrin əvvəlləri, yəni Sovet dövrünə qədərki keçid dövrü. Hansı ki, deyək ki, yəni bu dövrdə Azərbaycan Sovet hakim imperiyasının tərkibində idi. Sovet dövrü hələ başlamamışdı. Azərbaycan üçün siyasi, sosial, iqtisadi dəyişikliklər dövrü idi deyə bilərik. Bu dövrdə ümumiyyətlə qadınların həyatı, ailə və cəmiyyətdəki rolu böyük idi, amma yenə də məhdudiyyətlər var idi, ana-bacı kimi. Sonra tətbiq, müzakirə, yaradıcı iş. Burada nə deyir bizdən? Düşdüyü şəraitdən, vəziyyətdən asılı olmaraq insan öz ləyaqətini qoruyub saxlaya bilərmi? İnsan, yəni şəraitin ağırlığından asılı olmaraq iradəsi, əxlaqi prinsiplərinə sadiq qaldıqda deyə bilərik ki, öz ləyaqətini qoruyub saxlaya bilər. Yəni çətin vəziyyətlər insanı sınayır deyə bilərik, amma bu eyni zamanda onun ləyaqətini, mənəviyyatını qorumağa mane olmamalıdır. Yəni bu daha çox insanın daxili gücündən irəli gələn bir şeydir. Sonra mövzulardan birini seçib işləyin. Hekayə insanlara həyata baxışında hansı dəyişikliyə səbəb oldu mövzusunda yığcam inşa yazın. Burada nə yaza bilərik? Məsələn, ana-bacı əsəri insanlara həyata qarşı daha mərhəmətli, anlayışlı, dəyər verən münasibət formalaşdırır, bunu deyə bilərik. Hekayə həm də şəxsi ləyaqət, əxlaqın önəmini vurğulayır. Bunu da yaza bilərik. Sonra ana-bacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı mövzusunda yığcam esse yazın. Burada da deyə bilərik ki, ana-bacı obrazı məndə ürək ağrısı, hardasa ürək ağrısı, kədər, eyni zamanda mərhəmət, insanpərvərlik hissi oyatdı. Yəni taleyin çətinliklərinə baxmayaraq, insan öz ləyaqətini necə qoruyub saxlaya bilər, bunu öyrəndim. Belə yaza bilərik. Burada da yenə müzakirədir. Sonra evdə iş var. Kitabxanadan, internetdəki mənbələrdən istifadə etməklə Abdullah Şaiqin uşaqlar üçün yazdığı əsərlər barədə məlumat toplayıb öyrənin. Mənimsədiklərinizdən müzakirədə, tədbirlərdə istifadə edin. Abdullah Şaiq uşaq ədəbiyyatının banilərindən biri dedik. Yəni, uşaqlar üçün yazdığı əsərlərdə təhsil, əxlaq, mənəviyyatı birləşdirərək onları əyləndirmişdi, yəni maarifləndirmişdi. Hansı uşaq əsərləri var? Xoruz, Keçi, Quzu, bu kimi şeirlərin müəllifidir. Sonra Tıq-tıq xanım demişdik, Tülkü həccə gedir, Gözəl bahar, bu kimi əsərlərin də müəllifidir Abdullah Şaiq.